Allah ondan tövbəsini qəbul etməz, hətta o dəliyi əvvəl kimi etmədiyicə. O sahabədə radiyallahu anh, Abu Zər deyir, mən Peyğəmbərdən eşitdim. Məndən sonra sultanlar olacaq. Yəni, onları alçatmayın, onları ucaldın. Yaxşı şey danış. Kim onların ayaq sürüşməsini, zillətini axtarsa, İslamda belə pis bir dəli açmış olar İslamda. Və buyurur ki, Peyğəmbər s.ə.v ondan tövbə qəbul olunmaz, yəni o şeyi eləyən, ona qarşı gələn hakimə. Ona qarşı gələndən tövbə qəbul olunmaz, hətta o dəliyi əvvəl necə idi, elə olana qədər düzəltməyənə qədər. Bunu düzəlmək mümkün deyil. Beləşdə bir yerdən dəli yaşıldı, mümkün deyil. Gələ, yamaq olasan, yamaq da bilinir. Deyir, mən Peyğəmbər s.ə.v eşitdim. Yəni, mən o dəli yaşanlardan eləməməni. Peyğəmbər s.ə.v deyir ki, sultan, məndən sonra görəcəksiniz sultanlar olacaq. Onları izzətləndirin, onlara yaxşı şeylər deyin. Kim onun alçaqlığını axtararsa, alçatmaq istəyərsə, İslamda bir deşik açmış olar. Allah ondan tövbəsini qəbul etməz, hətta o dəliyi əvvəl kimi etmədiyicə. Hədis İmam Əhməd Rəhməllah özü müsnəddə rəvat edib. Həmçinin İbn Əbi Asim Sünənində Şeyx Albani deyib səhih hədis. Şeyx Albani deyib səhih hədis. Birdən deyərsən, Şeyx Albani, yoxsa get sən araşdır, gətir hədisi gör, səhih yoxsa yox. Var elə adamlar deyir Şeyx Albani qəbul. Yoxsa gedirsən, İmam Əhmədin müsnədində deyir, İbn Əbi Asimdə Sünənində rəvat edib. Get, bəhs elə bu hədisi, araşdır, gəl. Gör, şeyx düzdür yoxsa yox, hədis səhihdir yoxsa yox. Və hədislər göstərir ki, təyin eləmək hakimə haramdır, haram. Yəni, İslam şəriətində haramdır. Əksinə, gəlib ki, şəriətdə uzatmaq. Hə, demirəm, yalandan danış, təriflə, yalandan. Nə var onu danış. Qaldı ki, xətaları özü və Rəbb arasında.